Qardaş vətəndaşa zəng edir, vətəndaş deyir götür. Mən sizlə problem, mən sizlə işlə danışmıram. Qardaş, sizin mövqeyinizi almağa gəlmişik. Biz o boyda yolu sizin mövqeyinizi almağa gəlmişik. Mənim çadır yayımda. Yaxşı. Bloklanmış səhifənin bərpası adı ilə vətəndaşın aldadıldığı iddia olunur. Patrulazın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, bloklanmış Instagram səhifəsinin bərpası üçün Eren Telekoma müraciət edib. Onun sözlərinə görə müraciətdən sonra iş İsmail bəy adlı şəxsə həvalə olunub və həmin şəxs səhifəni bərpa edib. Şikayətçinin sözlərinə görə İsmail bəy ona bir müddət ərzində səhifənin şifrəsini dəyişməməyə, prosesi nəzarətdə saxlamalı olduqlarını bildirib. Vətəndaş da buna razılaşıb. Lakin təxminən bir həftə sonra şikayətçinin iddiasına əsasən İsmail bəy səhifənin şifrəsini dəyişərək hesabı dondurub. Daha sonra isə vətəndaşa səhifəsinin yenidən bloklandığını bildirərək güya Instagram tərəfindən bərpa üçün 195 Amerika dolları tələb olunduğunu deyib. Bundan əlavə 100-200 manat məbləğində usta haqqı adı ilə əlavə ödəniş də istənildiyi qeyd olunur. Şikayətçinin sözlərinə görə sübut tələb etdikdə İsmail bəy ona süni intellekt vasitəsilə hazırlanmış olduğu iddia edilən Instagram görüntüsü və saxta bir bank qəbzi göndərərək 195 Amerika dollarını onun əvəzinə ödədiyini və bu məbləğin sonradan geri qaytarılmasını istəyib. Və bunların hər biri də saxta çəkdi, kapital da saxta çəkdi, Instagramın özü də. Bu barədə indi mən istəyirdim sizin də bir fikrinizi öyrənək. Nədir məsələ? Yəni nə sizə, nə də kiməsə məlumat verəsi deyiləm. Verəsi deyilsiniz? Deyiləm, xeyr. Yəni o barədə heç mən nə sizə, nə də kiməsə gördüyüm iş barədə məlumat. Mən özüm sosial media üzrə mütəxəssisəm. Siz vətəndaşa belə bir şəkil göndərmisiniz. Güya ki, bu Instagram sizdən 125 dollar pul tələb edir. Qardaş, mən sizi tanımıram. Nə də sizlə iş görməmişəm. Yox, mən özümü təqdim elədim. Biz özümüzü təqdim elədik. Mən sizə iş görmüşəm. Yox, söhbət iş görməkdən getmir. Mən özümü sizə təqdim elədim. Təqdim elədiniz, eləməz. Başqa göndərmisiniz saxta. Qardaş, mən sizə iş görməmişəm. Heç nə eləməmişəm. Bildim, başa düşdüm. Orfoqrafik səhvlər. Aldatmışam. Mən əvvəlcədən məlumat vermişəm, işimi görmüşəm. Vətəndaş bildirir ki, daha sonra İsmail bəy göndərdiyi həmin saxta bir bank qəbzini və digər yazışmaları silib. Vətəndaş isə təqdim olunan materialların saxta olduğunu iddia edərək ödəniş etməkdən imtina edib. Məsələ ilə bağlı sosial media üzrə mütəxəssis Nihad Abbasovla da əlaqə saxladıq. O bildirdi ki, Meta şirkətinə məxsus tətbiqlərdə Instagram, Facebook və Threads platformalarında bağlanmış səhifələrin bərpası üçün rəsmi olaraq istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Qeyd edək ki, yazıda yer alan məlumatlar vətəndaşın müraciəti və iddiaları əsasında hazırlanıb. Ümid edirik ki, müvafiq dövlət orqanları məsələni araşdıracaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək. Qardaş vətəndaşa zəng edir, vətəndaş deyir götür. Mən sizlə problem, mən sizlə işlə danışmıram. Bilirsiniz də buna görə məsuliyyət daşıyırsınız. Saxta çek hazırlayıb vətəndaşdan pul tələb eləməyinizə görə. Sən çəkirsən, sən mənim cadım onu heç çəkə bilməzsən. İctimai məkandır. Sonra nə edirəm lan mən? Elə bilirsən, əlim şeydə gördüm, şey edirəm. Yox, ayıbı var ki. Bilərim çatır, mən də səhv edirəm. Media şirkəti Qardaş, sizin mövqeyinizi almağa gəlmişik. Biz o boyda yolu sizin mövqeyinizi almağa gəlmişik. Mənim çadır yayımda. Yaxşı. Hazırda patrulaz olaraq 28 may metro stansiyası yaxınlığında yerləşən, Puşkin küçəsində yerləşən mağazaya yaxınlaşdıq və İsmail bəyin özündən şəxsən bu barədə açıqlama almağa çalışdıq və lakin İsmail bəy açıqlama verməkdən çəkindi və bizə təhdid dolu mesajlar göndərməyə başladı. Aynurə Vüqar qızı, Əvəz Hüseynov, Patrul Az.